Salamlar. Mən ingilis dili müəllimi İsmailova Leyla və bu gün sizlər üçün 15 mart tarixində buraxılışa düşə biləcək tipdə ingilis dilindən suallar hazırlamışam. Suallar 9 mart buraxılış imtahana düşən qrammatika sualları ilə birəbir eyni tipdədir. Çətinlik dərəcəsi də, mövzuları da. Bildiyimiz kimi bizə isim, sifət, zaman, modal feil, bağlayıcı, məhcul növ, təbii ki də definition, yəni sözlərin izahını tapmaq, cümlə qurmaq, so-duay, nazə-duay bölməsindən maraqlı bir sual, söz önü bölməsindən, antonim, sinonim bu şəkildə mövzulardan düşmüşdü. Və həmçinin əvəzlik də orada var idi. Yəni mən artıq bildiklərimdən artikel da düşmüşdü gördüyümüz kimi. Hal-hazırda sualları paylaşıram. Sualı istifadə edərkən, yəni ictimai şəkildə ad soyadımı qeyd etməklə bu şəkildə paylaşa bilərsiniz. Faydalı oldusa şərt də qeyd edə bilərsiniz, kanalıma abunə ola bilərsiniz. Həmçinin keçdiyim dərslərlə bağlı mənə Instagramda qeyd etmişəm səhifəmi, direktdə yaza bilərsiniz. Xüsusilə də 2 yeni qrupumuz açılacaq, 8 və 10-cu siniflər üçün. Bu il 8 və 10-a keçənlər üçün 2 ayrı qrup olacaq ki, 9-un imtahanına və 11-in imtahanına sürətli bir şəkildə hazırlaşaq. Həmçinin bazası olan 9 və 11-lər də müraciət edə bilər. Yəni onlarla da imtahana kimi çatdırmaq mümkündür. Qeyd edim ki, MİQ imtahanından da keçmişəm. Bu il ilk dəfə keçmişəm və ümumilikdə 85 bal toplamışam. Gəlin baxaq deməli suallara. Mən burada göstərirəm. Hər kəs qeyd etsin. Daha sonra izahlarını bölüşəcəm. Deməli, göstərirəm. Cavabları qeyd edə bilərsiniz. Make-up sentence də var bu arada. Sual cümləsi də var. Yəni olduqca vaxt aparan bir mövzudur, sınaqdır, ümumiyyətlə sınaq hazırlamağın özü. Lakin bunu etmişəm. Daha çox videolar üçün kanalıma abunə olmağı, məni Instagramdan izləməyi və dərslərlə bağlı suallarınız, istəkləriniz varsa, direktdə bir daha Instagram səhifəmi sizlər üçün göstərirəm. Yazmağı unutmayın. Bitişik kiçik hərflərlə sadəcə burada böyük düşüb Leyla Terciz. Sağ olun. Sualların izahını siz qeyd etdikdən sonra bölüşəcəm.